Sportsona xoş gəlmisiniz. Bugünkü qonağımız Azərbaycan atletikasının parlaq simalarından biri, beynəlxalq arenalarda ölkəmizi dəfələrlə uğurla təmsil etmiş Nazim Babayevdir. 2013-cü ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalında qızıl, 2014-cü ildə 2-ci ay Olimpiya oyunlarında bürünc medal qazanan, 2015-ci ildə 1-ci Avropa oyunlarında Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif olunan qonağımız, həmçinin Universiada və İslam Həmrəyi oyunlarının qalibi, Avropa Salon çempionatının qızıl medalçısıdır. 2021-ci ildə Tokyo Olimpiyadasında ölkəmizi layiqincə təmsil edib. Hazırda Babayev Atlet Akademiyasının rəhbəri olan Nazim bəy ilə əzmkarlıq, motivasiya və gənc idmançıların yetişdirilməsi mövzularını müzakirə edəcəyik. Nazim bəy, xoş gəlmisiniz. Xoş gördük. Dəvətinizə görə çox sağ olun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz, gəldiniz. Nazim bəy, belə bir sualla istərdim giriş eləyək. Atletikaya gəlişiniz necə baş verdi? Yəni bu sahəni seçmənizdə təhsil edən hansısa bir alim oldu mu? 22 il bundan qabaq bu hadisələr baş verib. Belə deyim, ümumiyyətlə o vaxtda atletika nədir, yəni təsəvvürümə gətirmirdim. Mən də hamı kimi, bütün uşaqlar kimi yəqin futbol, belə deyim, judo, belə şeylərə həvəsliydim və ümumiyyətlə o vaxtda heç atletikanın nə olduğunu yəni bilmirdim. Məncə çox adam da yəni bilmirdi. Bizim yanımızda İsmət Qayayev adına Respublika stadionu var idi. Ora yollandıq valideynlərimlə, nənəmlə, bir də anamla. Orada da futbola yazılmaq üçün. Orada da məsləhət gördülər ki, ilkin olaraq atletika ilə məşğul olum, belə deyim, qaçış texnikam, fiziki dözümlüyüm. Bunlar hamısı biraz qaydasına düşdü. Sonra futbola məşğul olmağa başlayaram. Və elə gətirdi ki, elə həmən dövrdən, yəni 2003-cü ildən söhbət gedir, həmən dövrdən atletika ilə məşğul olmağa başladım. Çox maraqlıdır. Uşaqlıqda ilk qazandığınız medal hansı yarışda idi? O anı siz necə hiss etdiniz? Əgər söhbət beynəlxalq yarışdan gedirsə, bu 2012-ci ildə uşaqların Asiya oyunları adlanan bir turnir var. Yəni uşaqların Asiya çempionatı kimi bir turnirdir. Bu Saxayakutyada keçirilən turnirdə orada gümüş medal qazanmışdım. O vaxt əlbəttə çox sevinirdim. Çünki belə deyim, həmişə Azərbaycan daxili, belə deyim, Bakı çempionatlarında, Azərbaycan çempionatlarında yarışırdıq. Bu mənim üçün bir ilk idi və həqiqətən çox xoşbəxt idim. Nəticəm də yadımdadır ki, yaxşı olmuşdu, xeyli xatırlamışdım nəticəmi və o vaxt belə deyim, bu bir ilk idi atletika üçün. Bəs maraqlıdır. Sizin üçün idmanda ilk döyüş nöqtəsi nə oldu? Necə oldu? Əlbəttə, biz necə uşaq idmanı ilə böyük idmanın fərqləri çox böyükdür. Yəni, belə deyim, həmən keçiddə çox, belə deyim, çətin olur. Mən də həmən dövrlər düşdü 16-17 yaşıma. Çünki Tokyo Olimpiya oyunlarından bərabər mən Rio Olimpiya oyunlarında iştirak eləmişim. 2016-cı ildə hələ 17 yaşım var idi və həmən turnirə birbaşa lisenziya qazanmışdım və hamısı elə gətirdi ki, məsələn, Avropa oyunları oldu. Avropa oyunlarında bizdə komanda hesabı yarış idi və mən öz növümün qalibi oldum. Ondan sonra yollandım gənclərin Avropa çempionatına 20 yaşa qədər və həmən yarışda Avropa rekordunu yenilədim. 35 il, yəni o vurulmurdu Avropa rekordu, onu yenilədim və həmən yarışda nəticəm sayəsində 17.04 nəticə sayəsində Olimpiya lisenziya qazandım və bu mənim, belə deyim, böyüklər arasında olan belə turnirlərə, belə deyim, ilk addımlarım idi. Özüm kifayət qədər gənc olmağıma baxmayaraq böyüklərlə yarışmağa başladım və belə deyim, ilkin olaraq biraz adaptasiya olmaq və rəqiblər hamısı adlı sanlı rəqiblər, Olimpiya çempionları, dünya çempionları falan çətin idi, amma ondan sonra belə deyim, yavaş-yavaş başladım öyrəşməyə və belə deyim, əksinə, yəni çox turnirlərdə bu mənim artıq xeyrimə işləyirdi. Maraqlıdır. Gənc yaşda beynəlxalq uğurlar qazanan biri kimi məsuliyyət hissi sizə necə təsir etdi? Belə deyim, ümumiyyətlə yəni mən məsuliyyət hissi, yəni dövlətim qarşısında, ailəm qarşısında, yəni məsuliyyət hissi daim olur. Çünki yəni biz bunu yalnız özümüzə görə etmirik və belə deyim, özümüzü mən düşünürəm ki, ən axırıncı yerə qoyardıq, yəni bu siyahıda. Yəni ailəmizə görə, dövlətimizə görə, bayrağımıza görə, yəni bunları edirik. Amma əlbəttə ki, özümüzün də bu idmandan həzz alacaq bir nöqtəsi var və belə deyim də, bəzən olurdu ki, məsuliyyət hissi aşırı böyükdür. Yəni ümumiyyətlə mənim idmanda heç vaxt həyəcan hissi, yəni olub, yəni az, amma çox belə, yəni bir gün qabaq gecəni yatmayıb, yəni elə heç vaxt olmayıb da, yəni məndə. Amma yeganə iki yarışdı ki, Olimpiya oyunlarında, yəni orada həqiqətən o həyəcan hissi var idi. Yəni sən başa düşürdün ki, bu tamamilə başqa bir, həm başqa bir ab-havadır, başqa bir səviyyədir
rəqiblər başqadır, yəni bütün dünyanın gözü burdadır və səndən həqiqətən çox şey gözlənilir. İlk olaraq 17 yaşımda bu daha çox hiss olunurdu, yəni məndə o həyəcan filan və ilk Olimpiya oyunlarında zədəli idim, 25-ci bitirmişdim. İkinci Olimpiya oyunlarında 13-cü pillədə bitirdim. Finala düşmə şansım yüksək idi. Amma o da qismət, yəni belə. Maraqlı bəs yaş artdıqca həyəcan da azalır yoxsa əksinə artır? Biz necə o ən qorxulu nöqtəsi odur ki, həyəcanın heç olmamağı. Çünki artıq orada heç bir məsuliyyət hissi də olmur. Yəni belə deyim, heç bir adrenalin də olmur. Yəni bu hissi itirdinsə, mənə gəlir ki, belə deyim, artıq sən maksimum göstərici verə bilməyəcəksən. Amma elə anlar olurdu ki, həmin həyəcan hissi əksinə kömək olurdu. Yəni elə olurdu ki, mane olurdu. Yəni dediyim kimi, yəni məndə bu çox aşırı olmadığına görə, yəni bəlkə də tam dəqiq deyə bilmərəm sizə. Bəs maraqlıdır, valideynlər və məsləkçilər bu yolda sizə necə dəstək oldular? Belə deyim, valideynlərim həmişə mənə uşaqlıqdan yəni dəstək olurdu. Yəni heç vaxt yəni deməyiblər ki, yəni məsəl üçün bununla məşğul olma və yaxud getmə və yaxud nəsə soyuqdur, məsəl üçün getmə. Yəni həmişə dəstək olublar, həmişə bilirlər ki, yəni mən düzgün yoldayam, yəni idmanla məşğulam. Yəni heç vaxt yəni hər hansısa bir nəticə gözləməyiblər. Yəni məndən ki, məsəl üçün sən bu yarışı qazanmalısan, udmalısan. Heç vaxt təzyiq olmayıb. Yəni udsam da, udursam da, yəni yəni eyni cür yəni olub. Məşqim də elə 2003-cü ildə mən Xəlifə Ziyad müəllim yəni onun yanına getmişəm və indiyə qədər də yəni həmin məşqdə yəni məşq edirəm. O da daim dəstək olub, yəni onun məşqləri sayəsində və belə deyim yüksək nöqtələrə çatmışıq və daim öyrənmişik, məşq etmişik. Bəs maraqlıdır. Yəni bildiyimiz kimi üstəkanla tullanma texniki cəhətdən atletin ən çətin növlərindən biridir. Bəs sizi bu növə bağlayan nə oldu yəni? Uşaqlıqdan əslində bütün belə deyim uşaqların başladığı kimi atletika müxtəlif sahələrlə məşğul oldum. Yəni bildiyiniz kimi atletikanın olimpiya növündə, yəni olimpiyadada 20-dən çox növü var, həm kişilərdə, həm qadınlarda və orada çox növlər var. Yəni əsasən mən uzunluğa tullanma, qısa məsafəli qaçış, sprint qaçışları yəni bununla məşğul olurdum və amma belə deyim özümdən yaşca böyük idmançıların o vaxtda tullandığını görürdüm və bu məndə bir simpatiya yaradırdı və yavaş-yavaş başladıq hardasa 2010-cu ildən, 2011-ci ildən məşqimlə birlikdə yoxlamağa, amma mən həmişə deyirdi ki, tezdir. Çünki nəyə görə? Üstəkanla tullanma biraz travmatik idman növüdür və atletikanın növüdür və çox belə deyim ağırdır. Yəni iki növ var, şüvələ tullanma və üstəkanla tullanma ki, atletikanın ən ağır növləridir. Və məşqçim dedi ki, yəni tələsmə, yəni yavaş-yavaş, amma mənim həvəsim var idi. Deməli, hər məşqimə deyirdim ki, tullanaq. Və belə deyim də, elə gətirdi ki, uşaq yaşlarımdan tullanmağa başladım və nəticələrim belə deyim, arta istiqamətdə getdim. Maraqlıdır, 17 metr üzərində tullandığınız ilk yarışdan sonra karyeranızda hansı dəyişikliklər baş verdi? Əslində çox dəyişikliklər baş verdi. Yəni həmin 17 metr tullanmazdan qabaq belə deyim, əgər bir il ondan qabağa baxsaq, mənim ən yaxşı nəticəm 16 metr 18 santimetr idi. Bu elə ki, söhbət 2014-cü ildən gedir. Gənclərin olimpiya oyunları olan ildən. Və bir il sonra artıq 17.04 tullandım və həmişə kimi yəni bütün Avropanın diqqəti artıq sənin üzərində cəmlənir, menecerlərin diqqəti cəmlənir. Həm də olimpiyada lisenziya idi, Avropa rekordu idi. Yəni belə deyim də, həm ölkə üçün mən düşünürəm ki, heç kəs yəni bəzən də dostlarım da deyir ki, yəni biz oturub baxırdıq. Yəni heç kəs gözləmirdi, yəni belə bir şey. Yəni açığı bəlkə mən özüm də gözləmirdim. Amma diqqətlər çox oldu, yeni müqavilələr oldu. Məsəl üçün menecerlərin diqqəti çox oldu. Artıq digər beynəlxalq yarışlar, challenge'lar dəvət almağa başladım və belə deyim də, yenə deyim ki, yəni bu çox erkən idi. Bəlkə də bu mənim 20 yaşımda olsaydı bir başqa cür olardı. Amma məndə əksinə 16 yaşımda. Yaşamda öz təsirini göstərir. Rəqiblərlə mübarizə, yoxsa şəxsi nəticəni inkişaf etdirmək? Bunlardan hansına daha çox fokuslanırsınız? Əlbəttə ki, yəni bizim fokusumuz, yəni bütün belə deyim də, mövsüm boyu, yəni öz şəxsi nəticəmizin yüksəldilməsinə yönləlir. Amma bəzi hallar olur ki, istisna hallar ki, sən başa düşürsən ki, sən 5 metr tullan, yəni bu yarışın qalibi olacaqsansa, yəni sən qalib olmalısan. Yəni orada artıq heç bir
nəticənin önəmi olmur. Yəni heç kəsə sənə demir ki, sən məsəl üçün Avropa çempionu oldun və ya zəif nəticə göstərdin. Elə yarışlar olurdu ki, belə deyim, qələbə üçün, medal üçün yarışırdıq. Elə yarışlar olurdu ki, yəni orada sırf fokuslandıq şəxsi nəticəni artırmaq üçün. Çünki bəzi olurdu ki, ümumiyyətlə rəqiblər zəif olurdu, bəzi olurdu ki, həddindən artıq güclü olurdu. O zaman sən artıq öz nəticəndə fokuslanmalısan. Bəs maraqlıdır, beynəlxalq yarışlarda yaşadığınız təzyiqlərlə necə baş çıxarırdınız? Ümumiyyətlə olurdu belə təzyiqlər? Dediyim kimi, yəni təzyiqlər deyəndə ki, yəni təzyiq yenə deyim, o məsuliyyət hissi ola bilərdi. O da ki, yəni şükür Allaha, yəni ki, elə bir belə deyim də federasiya tərəfindən deyim, ailə tərəfindən, məşq tərəfindən heç vaxt elə təzyiqlər olmurdu. Həmin dövrdə ümumiyyətlə Azərbaycan atletikası adında, yəni yeganə demək olar ki, Azərbaycanlı idmançı, yəni belə nəticələrlə mən idim və sözsüz ki, bütün diqqətlər həmişə məsəl üçün hamı istəyirdi ki, yəni mən medal qazanım, mən özüm də istəyirdim. Amma bəzən məsəl üçün alınmayanda ola bilər ki, biraz çox məyus olum, alınanda çox sevinək, yəni belə. Amma heç vaxt yəni aşırı təzyiqlərlə məruz qalmamışam. Bəs bu günə qədər sizə ən çox qurulandan hansısa bir yarış olub və nəyə görə məsəl üçün? Əlbəttə, yəni sırf hesab alsaq bunu belə deyim, dostижение, yəni ki, idman nailiyyəti tərəfindən, yəni bu əlbəttə ki, qapalı zallarda keçirilən Avropa çempionatıdır. 2019-cu il böyüklər arasında mənim 21 yaşım var idi və Avropa çempionu olmaq, yəni bu da bir sürpriz idi, açığı hamı üçün. Amma yəni mən həmin dövrdə özümü çox hazır hiss edirdim. Belə deyim, çox yaxşı hazırlaşmışdım həmin yarışlara. Amma həmin yadıma gəlir ki, yəni həmin mövsümün öncəsi məndə biraz nəsə alınmırdı. Yəni biz Avropa çempionu oldum martın 3-ü. Məsələn biz yanvar aylarında yarışlara çıxmağa başlayırıq da, yəni formaya düşmək üçün. Nəsə ilin əvvəli heç cür alınmırdı. 16 əylini heç demək olar güclə keçirdim. Amma sonradan yavaş-yavaş başladım belə deyim Avropa çempionatına yaxın artıq formaya düşməyə və inanırsınız, bəlkə də mən ikinci olsaydım mən bunu özümə bağışlamazdım həmin yarışda. Çünki artıq elə psixoloji hazır idim ki, yəni yalnız belə deyim qızıl medal məni qane edərdi və həmin yarışda, yəni mən onunla fəxr edirəm ki, həmin yarışda mənim rəqiblərim belə deyim çox güclü idmançılar idi. İkinci yer tutan Nelson Evora Olimpiya çempionudur. Max Hess Alman idmançı, o da Avropa çempionu. Belə deyim, dəfələrlə Avropa çempionatının medalçısı, dünya çempionatının medalçısı, yəni rəqiblərim də belə deyim, güclü rəqiblər idi və mən həqiqətən fəxr edirəm ki, yəni mən həmin yarışda yəni elə nəticə göstərə bildim. Bəs yarış öncəsi sizə ən çox sakitləşdirən məşğuliyyət nə olur? Yarış öncəsi mən ümumiyyətlə heç kəslə tanışmamağı xoşlayıram. Yəni oturub nə bilim bir kinoya baxa bilərəm. Məsəl üçün yarışa getməzdən qabaq musiqiyə qulaq asıram. Həmən belə deyim, yarış anlarını özümdə vizualizasiya edirəm və təsəvvür edirəm. Məsəl üçün ora çıxışımdan belə deyim, qaçışıma qədər, tullanmağıma qədər onlar hamısını beynimdə yəni vizuallaşdırıram və bu artıq sən arenaya çıxanda sən biraz belə deyim hazırlıqlı olursan. Bəs günlük rejiminiz necə qurulub? Yuxu, bərpa və məşq balansını necə qoruyursunuz? Belə deyim, yuxu rejimi ilə bəzən problemlər olur. Çünki bir də görürsünüz, məsəl üçün ağır məşq vaxtları olanda insan yorğunluqdan da yata bilmir. Məsəl üçün elə də olur. Amma yəni yatmaqla bağlı, belə deyim, yuxusuz qalmaqla bağlı mən heç bir problem olmur. Çünki çox qısa bir zamanda həmişə bədənim bərpa olub, yəni 6-7 saat. Yəni mənə bəs eləyirdi ki, yəni mən tam bərpa olub məşqlərə dönüm və mən də bunu aşırı yatanda məsəl üçün özümü pis hiss edirdim. Amma 7 saatlıq normanı həmişə qorumağa çalışırdım və bu mənə yaxşı oldu. Yemək çəki ilə bağlı heç bir problem olmurdu. Amma yenə də biraz yaş artdıqca, yəni bütün bu qaydalara riayət etməyə çalışıram. Yəni belə deyim də, un məmulatlardır, şirniyyatdır, şəkərdir. Yəni bunlardan artıq yavaş-yavaş uzaq durmağa başlayıram. Çünki yaş artdıqca bilirsiniz ki, insan orqanizmində belə deyim metabolizm yavaşıdır və artıq əvvəlki kimi yəni hər şeyi yeyib formada qalmaq olmur. Ona görə belə. Yəni hamısına demək olar ki, özüm nəzarət edirəm, araşdırıram, baxıram belə. Bəs maraqlıdır. Yəqin ki, izləyicim üçün maraqlı olar. Motivasiya düşdüyü anlarda özünüzü necə toparlayırsınız?
Biz necə də artıq uzun illərdir məşq edirik. Yəni bəzən olur ki, ümumiyyətlə bir də görürsən ki, 2 həftədir ki, məşqlərin ümumiyyətlə getmir. Hər şey çox ağır keçir, nə bilim, bədən ağrıyır və əlbəttə ki, orada çətin olur. Yəni idmançılar, yəni bunu edənlər yəni bilir həqiqətən də. Və yaxud yarış qabaqı vaxtlar olur ki, yəni orada artıq belə deyim, bizdə də çəki düşmək prosesi olur. Yəni onu biz aşırı eləmirik, amma ki, biraz çəkimizi salırıq. Orada da məsələn çətin olur, amma ki, yəni həmişə bilirik ki, yəni bu çətinlikdən sonra bir belə deyim rahatlaşma dövrü gələcək. Ona görə yəni artıq bunu açığı bəzi olur ki, yəni insan istəyir ki, hər şey atıb artıq getsin də, yəni elə də olur, amma yenə də yəni artıq professional idmandır. Başa düşürük ki, yəni bunlar normal bir şeydir və belə deyim, bu əslində yaxşı bir şeydir. Bəlkə də biz tələbələrimizə bundan sonra yəni bu hissi, bu praktikanı öz üzərində keçmişik deyə onlara daha yaxşı dəstək ola biləcəyik. Bəs maraqlıdır. Məşqlər zamanı hansı musiqi janrı sizi daha çox motivasiya edir? Belə deyim, mən o meloman deyirəm əslində, amma ki, belə deyim, rap janrında olan belə deyim musiqilər daha çox belə deyim də bu ritmə düşür. Yəni ümumiyyətlə musiqidən o qədər çox istifadə eləmirəm. Yalnız yarış dövrlərində belə yəni deməli qulaqlıqla çox az istifadə edirəm. Daha çox belə deyim, psixoloji belə deyim hazırlıqlı olmağa çalışıram ki, mən heç nədən asılı olmayım. Yəni mənim belə deyim keyfim, əhvalım məsəl üçün də musiqidən, nə hava şəraitindən, nə belə asılı olmasın. Deməli Nazim bəy, bizim indi maraqlı bir rubrikamıza gəlib çatdıq. Burada sürətli cavab rubrikasıdır. Deməli bu rubrikanın qanunu odur ki, çox düşünmək qadağandır. Verilən suallara ağlına ilk gələn cavabı vermənizi lazımdır. Əgər hazırsınızsa başlayaq. Buyurun. Tulanışda sürət yoxsa texnika? Sürət. Sabah məşqi yoxsa bugünkü performans? Bugünkü performans. Tək məşq yoxsa komanda ilə? Komanda ilə. Yarış öncəsi sakitlik yoxsa adrenalin? Sakitlik. Atletikanı sənət yoxsa elm yanaşması kimi görürsünüz? Elm. Ən sevdiyiniz atletçi? Teddy Tamgo. Zəfəri ilk kiminlə bölüşürsünüz? Ailəmlə. Qələbədən sonra ilk etdiyiniz şey? Ailəmizdən vurub danışıb belə. Yarışdan əvvəl ritualınız? Sakitçilik. Tullandığınız yarışlarda ən sevdiyiniz şəhər? Paris. Zədələrdən qorunmaq üçün ən vacib qayda? Məşqdən öncə çox dartınmamaq. Hədəf dünya rekordu yoxsa olimpiya finalı? Məncə dünya rekordu. Uğurun formulu: iradə, planlama, davamlılıq. Davamlılıq. Eyni yolla bir daha keçsəniz nəyi dəyişərdiniz? Məncə heç nə dəyişməzdim. Çünki belə deyim, qismət Allahdandır onsuz. Yenə gəlib Fransiyaya çıxır. Çox sağ olun Nazim bəy. Ümid edirəm ki, izləyicilər də sizi daha yaxından tanıdı. Tanıyanlar da bir daha tanış oldu. İndi istəyirəm sağlam qida ilə keçək. Yəni bu idmançının qidasından bağlı çox maraqlıdır. Siz yarış öncəsi və ya sonrası qidalama rejimi necə dəyişiklik olur? Nə edirsiniz? Belə deyim, məsəl üçün bizdə olur ki, biz period yəni bölürük məşq prosesimizi. Yəni olur ki, güc məşqləri dövrü, yəni bu 3 həftəni əhatə edir. Ondan sonra skoroostnoy silovoy deyilir. Yəni sürət güc məşqləri, yəni həmin yığdığımız gücü yavaş-yavaş sürətlə partlayış qüvvəsinə çevirməyə başlayırıq. Elə olur, son texniki dövr. Yəni bu güc və güc sürət belə deyim, bu dövrlərdə daha çox biz belə deyim proteinli qidalar qəbul edirik. Yəni gec həzm olunan zülallar, uqlivot yəqin zülal düzdür. Onları qəbul edirik. Yəni bu biraz çəki belə deyim çəki olmalıdır ki, yəni sənin gücün olsun, sürət də yəni ondan asılıdır. Biraz əzələ kütləsini yəni artıq heç nə yox. Yəni şəkərdir, un məmulatlardır. Yəni bunları demək olar ki, təmiz, yəni rasiondan çıxardırıq. Amma yenə də insanın özünün öyrəncəsindən də asılıdır. Çünki bəzən ola bilər ki, idmançı yəni halı dəyişə bilər yəni bundan və yəni tam şəkər yeməməkdən. Ona görə yəni həftədə bir dəfə yəni özüm də yəni yeməyə çalışıram. Yarış dövründə isə yarış dövrünün yaxın isə artıq belə deyim də az yəni biraz çəkini salmağa başlayırıq. Burada daha çox proteinli qidalardan istifadə edirik. Çünki belə deyim çəki düşdükcə əzələdə yanma baş verir. Yəni proteini də biz azaltsaq bədəndən onda əzələ yanacaq. Ona görə daha çox proteinli qidalar
istifadə edirik ki, əzələ belə deyim öz tonusda qalsın, öz kütləsini itirməsin, artıq belə deyim sular, belə deyim artıq yağlar bədəndən çıxsın. Kifayət Bəs qədər. zədələnmələrin qarşısını almaqda düzgün qidalanmanın rolu varmı? Varsa nə qədər önəmlidir? Əlbəttə var. Çünki professional idmançılar yəqin bunu hamısı bilir ki, belə deyim, ağır məşq prosesləri dövründə, yarış qabağı dövrlərdə, yəni bizim bədənimiz çoxlu sayda kalori itirir və məsəl üçün proteinlər itirir, zülallar itirir, karbohidratlar itirir bədənimiz və biz bunların hamısını bərpa etməliyik. Yəni biz normadan aşağı olaraq bunları bərpa eləsək, yəni bizi o əzələdə belə deyim, əzələ artıq qidalanmasını itirir və bu əzələdə dartınmalara gətirib çıxarırlar. Əzələ belə deyim bağlarda, əzələdə daha çox problemlər ola bilər. Ona görə bu balansa, yəni fikir vermək lazımdır. Mən düşünürəm ki, yəni aşırı dieta saxlamaq, yəni idmançılar üçün onu da mən məsəl üçün özlüyümdə tövsiyə etməzdim, amma daha yaxşı bunu bilən mütəxəssislər var. Ola bilər mən də səhv eləyə bilərəm. Amma yəni mən aşırı dieta da tövsiyə eləməzdim, çünki həmin dieta ilə birlikdə yəni bizim bədənimizdə olan minerallar, duzlar, yəni bunlar hamısı çıxır. Ona görə bu balansa diqqət yetirmək lazımdır. Zülallardır, karbohidratlardır, mineralların, yəni daim balansa saxlamaq lazımdır ki, zədə riski aşağı olsun. Nazim bəy, idmançılar üçün qida əlavələri, məsəl üçün sizin gündəlik rejiminizdə hansı əlavə məhsullar mövcuddur və yaxud da bunlara necə yanaşırsınız? Yəni olmalıdırmı? Biz necə, yəni indiki dövrdə, yəni bu internet dövrüdür. Yəni mən düşünürəm ki, insanlar hər bir şeyi, yəni bu süni intellekt vasitəsilə filan araşdırıb, yəni başa düşə bilərlər ki, nə üçündür, amma belə deyim, daha çox təbii belə deyim produktlardan, təbii, yəni hər bir şeyi təbii, yəni ki, düyüdən deyim, döş ətindən deyim, hər şeydən bu qida əlavələrini almaq olur. Kifayət qədər informasiya da internetdə var. Yəni mən daha çox düşünürəm ki, insanlar belə deyim, hər hansısa bir idman qidalarından əlavə ilk növbədə öz təbii qidalanma rejimini düzəltsə, yəni ki, bədən eyni qaydada inkişaf eləyəcək. Yəni belə. Bəs gənc idmançılara və yaxud da gəncləri ümumiyyətlə götürsək elə izləyicilərimizə sağlam qidalanmaqla bağlı hansı tövsiyələr verərdiniz? Yenə dediyim kimi, yəni çalışsınlar ki, yəni gənclərə onu tövsiyə edirəm ki, tez tələsik, yəni ki, bu kimyəvi şəkildə hazırlanmış idman qidalarından istifadə etməyə tələsməsinlər. Ondan sonra oxusunlar, araşdırsınlar. Yəni mən düşünürəm ki, səhər yeməyində ən azından yəni belə deyim də bunu təbii qidalara, yəni üstünlük vermək. Yəni oxusalar, araşdırsalar, süddür, banandır, kəsmikdir, belə deyim, yumurtadır. İnsan orqanizmində məsəl üçün mən hal-hazırda 80 kiloyam. Yəni mən 4 dənə yumurta yeməliyəm ki, yəni həmin balansı qoruyum, yəni səhərlər. Bu çox sadə bir şeylərdir. Yəni bunları riayət eləsələr, mən düşünürəm ki, həm yaxşı formada qalarlar, həm artıq çəkidən əziyyət çəkməzlər. Su balansıdır, su balansını qorumaq lazımdır. Yəni elə olur ki, insanlar daha çox belə deyim, su az içirlər və yaxud da ki, daha çox çaya falan üstünlük verirlər. Gündəlik məsəl üçün 2 litrə yaxın su içmək lazımdır ki, yəni bu həm su balansını qorumaq, həm zülal balansını qorumaq, həm də karbohidrat balansını qorumaq və insan orqanizmini sağlam saxlayacaq bir amillərdir. Çox sağ olun. Tövsiyələriniz üçün ümid edirik ki, gənclərimiz üçün tövsiyələr daha məqbul olar və qəbul edərlər. Bəs Nazim bəy, peşəkar idmançı olaraq ilk müqavilə imzaladığınız an sizə nə hiss etdirdi? Yəni bu prosesdə nələrə diqqət etdiniz? Deməli, məndə bu dövrdə dediyim kimi 2015-ci ildə təsadüf eləyib 16-17 yaşım olan dövrdə, yəni ilk dəfə olaraq belə deyim, menecerlərə yaxınlaşmağa başladıq digər xarici ölkələrdən və bir neçə belə deyim, bir neçə variant var idi. Yəni məndə bir Latviyadan bir xanım menecerlə belə deyim müqavilə imzaladım və ilk mənim belə deyim beynəlxalq müqaviləm olub Nike şirkəti ilə. Nike şirkəti ilə müqaviləm oldu 16 yaşımda. Yəni əlbəttə çox sevindim. Çünki həmin dövrdə yenə dediyim kimi, yəni Azərbaycanda ümumiyyətlə heç kəsdə yəni belə bir müqavilələr yox idi. Atletikadan söhbət gedir. İndi ola bilər ki,
digər idman növlərində bəlkə olar, amma ki atletikada yox idi və nəql şirkətinə müqavilə bağlama həqiqətən çox sevinirdim bu barədə. İlk dəfə yəni həmin onlar mənə ekiprovkunu deyim göndərəndə, yəni ona maraqla baxırdıq. Yarışlara çıxırdım artıq həmin brenddən və açıq deyim ki, bu çox sürmədi. Yəni 2015-ci ildən 2017-ci ildə 2 il Nike-la müqaviləm oldu. Sonra orada şirkətdə biraz problemlər oldu. O yüzdən çox idmançılara müqavilələr belə deyim xitam verildi. Amma ki, yəni bu çox gözəl bir hissdir. Yəni mən düşünürəm ki, 16-17 yaşlı uşaq üçün, yəni gənc üçün, yəni bundan gözəl bir motivasiya ola bilməsi. Yəni ondan sonra artıq başladım düşünməyə ki, nəticəmi biraz da yaxşılaşdırım. Bildiyiniz kimi bizdə bu kommersiya məqsədli yarışlar da çox belə deyim də sayı çoxdur və belə deyim hər sən nəticən yaxşı olduqca, yəni daha çox, daha prestijli yarışlar səni dəvət edir və mən də həmin bir dövrdə idim. Artıq ondan sonra 2018-ci ildə Adidas şirkəti ilə, yəni rəsmi müqavilə imzaladım və 6 ildən çox müddətdə, yəni həmin müqaviləm oldu. Yəni bu il bitdi müqaviləm. Belə deyim də, yəni düşünürəm ki, son 10 ildən 15 ildə yəni yeganə atletam ki, Azərbaycanda yəni bu şirkətlərlə müqavilələrim olub və daha bir şirkət məndə olub, Red Bull şirkəti. Yəni bunlar hamısı beynəlxalqdan söhbət gedir. Yəni yerli belə deyim yerli ofislərlə deyil, yəni beynəlxalq səviyyədə olan müqavilələr olub. Red Bull şirkətinin müqaviləm olub 3 il müddətində və kifayət qədər belə maraqlı bir dövr keçmişəm. Bunda da yəni praktikam olub. Çox gözəl. Bəs Nazim bəy, sponsor və federasiya münasibətlərdə hüquqi məsələlərə nə qədər önəm verirsiniz? Yəni bu sahədə dəstək alma ehtiyacınız olubmu? Yox, mənim çətinliklərim olmayıb əslində bu barədə. Amma yəni heç vaxt da mən düşünürəm ki, ümumiyyətlə bütün bu proseslər hər hansı bir idman bir vəkilinin müşahidə altında olmalı. Çünki yəni bizdə olmayıb, amma dünyanın bəzi ölkələrində, xüsusilə də Afrika ölkələrində olan idmançıları belə deyim də bu problemlərlə üzləşirlər, menecerlərin məsəl üçün onların qazancını belə deyim mənimsəyirlər. Yəni bu çox böyük bir praktikadır. Xüsusən də Afrika ölkələrində olan idmançılara qarşı və mən düşünürəm ki, yəni bizdə şükür Allah hal-hazırda ümumiyyətlə yəni oradakı kimi deyil. Amma yenə də bu xarici şirkətlərlə, xarici menecerlərlə müqavilələr imzalananda yəni düşünürəm ki, bu vəkil nəzarəti altında olmalıdır. Bəs müqavilələrdə idmançının hüquq və öhdəlik balansı sizcə necə qorunmalıdır? Mən düşünürəm ki, idmançılar özləri də biraz ayıq olmalıdırlar bu məsələlərdə. Yəni ki, bugünkü gün hamı çox gözəl bilir ki, yəni daha çox belə deyim, yük düşən hissə sözsüz ki, idmançıdır. Çünki idmançı yarışlarda çıxış edir, idmançı əziyyət çəkir. Belə deyim, həmən o idmançı özü bilməlidir ki, həmən qazancın hər hansı bir faiz qismində olmalıdır menecerə, çünki onda hər hansı bir xidmətləri var, xidmət haqqısı var, hər hansı bir faiz müqavili olmalıdır məşqçidə və bəzən dünyanın bəzi ölkələrində, məsəl üçün federasiyalarla da bağlanan müqavilələr var. İndi bizdə yoxdur, amma bəzi ölkələrdə var. Onu da bilməlidir və dələduzluğa məruz qalmamaq üçün həmişə belə deyim, mən məsləhət görərdim ki, həmən yarışlara getdiyi müddətdə həmən yarışların təşkilatçıları ilə, belə deyim, digər idmançılarla, yəni aktiv təmasda olsun ki, yəni bilsin ki, kim necə, nə qədər belə deyim, qazanır və hansı şərtlər müqabilindədir hər şey. Onda yəni heç kəs hesaba bilməz. Nazim bəy, ilk açılışda da qeyd etdiyim Babayev Atlet Akademiyasının rəhbərisiz. Maraqlıdır, yəni Babayev Atlet Akademiyası qurmaq fikri necə yarandı və burada əsas məqsədiniz nələrdir? Əslində, yəni mən bu necə yarandı? Mənim bir komanda yoldaşım var. Onunla da 20 ildən çox atletika ilə məşğul olur. Orxan Aslanov. Yəni həmişə onunla deyirdi ki, uşaqları məşq etdirərdi, atletikanın inkişafına kömək eləyərdi və həmişə bu söhbət eləyirdi və keçən il artıq düşündüm ki, yəni yavaş-yavaş başlamaq lazımdır. Yəni bundan əlavə digər komanda yoldaşımız Elmir Cabrayılov da, o daha çox sprint belə deyim üzrə, biz ikimiz isə tullamalar üzrə. Yəni
ixtisasımız odur. Düşündük ki, yavaş-yavaş uşaqları məşq edək və nəyə görə klub şəklində bunu yaratdıq? Yəni adi uşaqları yığıb məşq etmək. Çünki Azərbaycanda yəni həmişə atletika üçün xüsusi olaraq klub problemləri mövcud olub. Məsəl üçün şükür Allah mən belə deyim 12 ilə yaxındır ki, Neftçi İdman klubunun üzvüyəm və buna görə onlara həqiqətən minnətdaram. Çünki həmişə mənə dəstək olublar. Yəni bu yolumda və mən düşündüm ki, mən də əgər gələcəkdə hər hansısa bir perspektivli idman şəklində dəstək ola bilsəm nə gözəl mənə. Çünki mənə dəstək olurlar, mən də inkişaf eləmişəm. Mən də kiməsə dəstək göstərim, o da bəlkə inkişaf eləyib Avropa çempionu olacaq. Məsəl üçün, bu da bizim üçün bir qürur yeri olacaq. Və əlbəttə ki, yəni bu klubun ərsəyə gəlməsi, yəni vaxt aparan bir şey oldu. Yəni planlar quruldu, belə qrafiklər tərtib olundu ki, necə, neçə yaşlı uşaqlarla, necə. Yəni və düşündük ki, ən vacib nöqtə uşaq atletikasının inkişafıdır. Yəni hər şey təməl uşaqlardan başlayır və mən şadam ki, bugünkü gün Azərbaycanda bir neçə deyim aktiv şəkildə uşaq atletikası ilə məşğul olan klublar var hal-hazırda. Və əlbəttə ki, yəni biz yenə deyim tək bizim belə deyim də xidmətimiz deyil. Yəni Azərbaycan Atletik Federasiyası Cavid müəllim başda olmaqla yəni bizə həqiqətən çox böyük dəstək oldu və dəstək olur hal-hazırda da. Ona görə onlara təşəkkür edirəm. Çünki onlarsız da yəni bu iş alınmazdı. Və əsas məqsədimiz bizim əlbəttə gənc uşaqlara ən əsası birinci onlar çempion olmazdan qabaq onlara həm Azərbaycan Respublikasına bir vətəndaş kimi onları formalaşdırmaqdır. Onlara həm fiziki tərbiyə vermək, həm öz bilik və bacarıqlarımızı bölüşmək ki, onlar sağlam olsunlar və ondan sonra artıq əgər biz həmən uşaqda belə deyim perspektiv atletika idman növünə yönəm görürüksə, tam təmənnasız şəkildə, yəni yaşından asılı olmayaraq, yəni həmən uşaqlara atletika məşqləri keçirik, onları inkişaf etdiririk və gələcəkdə də inkişaf etdirəcək. Nazim bəy, akademiyada gənc idmançılar üçün təlim və inkişaf proqramını necə formalaşdırırsınız? Belə deyim, hamısını dediyim kimi öz üzərimizdə qurulub hər şey, öz belə deyim uzun illərdir, yəni ki, xaricdə gördüyümüz təlim məşq toplanışlarında olmuşuq, digər məşqçilərlə, idmançılarla yaxın təmasda olmuşuq və bu praktikalar ortaq bir nöqtəyə gətirmişik. Yenə də deyim ki, mən hər şey bilirəm, o elə deyil. Yəni mən də oxuyuram, araşdırıram, öyrənirəm. Bir sistem qurmuşuq, hansında ki, belə deyim, bu işin kommersiya hissəsi də var. Belə deyim, idman hissəsi də var, kommersiya hissəsi də var. Yəni mən buna biznes heç vaxt deyə bilmərəm, çünki mən bu sevdiyim işdir. Amma bəzi məqamlarda yəni məcbur oluruq ki, bunun məsəl üçün 40%-ni biznes məqsədli eləyib 60%-ni idmanın inkişafına yönəldək və şükür Allah ki, bunu bir sistem şəklində qurmuşuq və gələcəkdə artıq 6 aydır fəaliyyət göstəririk və düşünürəm ki, 6 aya görə çox yaxşı bir nəticələrimiz var, 50-yə yaxın idmançımız var. Onlardan belə deyim, yarısından çoxunu təmənnasız şəkildə yəni məşq keçiririk. Atletika üçün hazırlayırıq, belə deyim və düşünürəm ki, orada 14 yaşa qədər olan uşaqlardır. Və düşünürəm ki, artıq bir 6 aydan sonra artıq Azərbaycan daxili yarışları onlara çıxaracağıq. Yəni bu hamısı bir sistem formasındadır və ən əsası odur ki, bugünkü gün əgər mən 10 dənə atletikaya uyğun uşaq tapdım, bu ilə dayandım, yox, elə deyil. Mən düşünürəm ki, bu hamısı daim belə deyim də, elə bir konveyor formasında işləməlidir. Gələcəkdə Babayev Atletika Akademiyasını beynəlxalq səviyyədə tanıtmaq və genişlətmək üçün hansı planlarınız var? Ən əsası, yəni belə deyim, sevinirəm ki, yəni hal-hazırda yəni bu tam şəffaf formada fəaliyyət göstəririk. Dövlətə lazım olan vergiləri ödəyirik, yəni klub kimi fəaliyyət göstəririk. İlk məqsədimiz o idi ki, uşaqları yığaq. Həmən ilk 6 ayda həmən uşaqlar arasından heç olmasa bir 10 uşaq seçək. Atletika istiqaməti və şükür Allah ki, yəni elə uşaqlar var, seçmişik. İkinci məqsədimiz odur ki, 6 ay müddətində onları yavaş-yavaş hazırlayaq, yavaş-yavaş yarışlara buraxmağa başlayaq. Ondan sonra düşünürük ki, artıq belə deyim, klub kimi
onları yavaş başlayaq. İdman geyimləri ilə, belə deyim, idman ayaqqabıları ilə, atletika yararlı ayaqqabılarla təmin etməyə belə edək. Ondan sonra isə gələcəkdə düşünürəm ki, əgər kifayət qədər maliyyə dəstəyimiz olsa, bu işi, yəni ki, beynəlxalq səviyyədə də görmək olar. Nazim bəy, bu maraqlıdır. Bu qədər yarışlarda olmuş, bu qədər təcrübəniz var. Sizin üçün yadda qalan hansısa bir maraqlı hadisə olub ki, heç vaxt unutmursunuz? Bu maraqlı hadisə arasında çox olub, amma bir hadisə belə deyim, yadımdadır. Daha çox belə deyim, danışsaq o çox yadımıza düşər. Deməli 2019-cu ildir. İtaliya Neapol şəhəri tələbələrin dünya oyunları. İkinci dəfə iştirak edirdim bu dünya oyunlarında və elə oldu ki, birinci gün gəldik, o kimi istirahət elədik, ikinci gün getdik stadiona. Orada da bizi belə deyim də bir şəhərci kimi deyildi, bir gəmidə cruise linerdə belə deyim də idmançıları yerləşdirmişlər və oradan o kimi gəldik, avtobusa mindik, nömrəsinə baxdıq, getdik stadiona. Hardasa bir təxminən 1 saatlıq yol idi. O kimi getdik, məşq etdik. Nəsə elə oldu ki, yarış günü gəldik, yenə mindik həmən. Biz də hesablamışdıq, məsələn, 2 saat qabaq çıxmalıyıq, o kimi orada isim hərəkətləri filan, hər şey qaydasında. O kimi mindik avtobusa, avtobus gedir, baxırıq ki, başqa yerə gedir də harasa. O kimi sürdü, çıxdı, getdi Tennisli korta. O kimi şoförə deyir ki, bəs hara gelsən sən? Deyir, yox, birinci oraya gedirik, sonra atletika arenasına. O kimi 2 saata yaxın, belə deyim də, bu avtobus sürdü və gəldi. Mən də ki, yarışa 15 dəqiqə başlamasına qalmış, çatdım arenaya. O kimi isim hərəkətləri demək olar, biz harada 1 saat çəkirdi isim hərəkətləri, demək olar ki, onu da eləyə bilmədim və səhərdir, saat 11-dir. Bəlkə istiliyi var, bir 40 dərəcə yaxın isti var. O kimi biz çox, harada bir 40 nəfər yaxın idmançıyıq. O çıxartdılar bizi, mən də bir təhər isim hərəkətlərini zadı biraz qaçış elədim ki, özümə gələm, gördüm, yox, özümə gəlməm. Bir tərəfdən stres, bir tərəfdən o belə deyim, tələskənlik gəlib, hamısı üst-üstə, bir tərəfdən də isti vurur məni. 2-3 dəfə qaçdım, gördüm, məsələn, başım gicəllər. Müəllimə deyirəm ki, məsələn, başım gicəllər, halım yoxdur da. Ya deyirəm, rəngin ağappaq olub. O kimi, birtər 9-cu oldum deyəsən təsnifatda. Amma pis şey oldum da, yəni gün vurdu məni. O bilməm, stressdən oldu. Mən heç vaxt, həmişə stadionda məşq heç olmamışdı. O stressdən mən düşünürəm ki, oldu. O kimi gün vurdu, gəldim, qızdırmam qalxdı. O kimi ora-bura. İndi ikinci günü elə bir ki, finala çıxmalıyam. O kimi finala çıxdım. 2 cəhdi elə bir ki, fall elədim. 3-cü cəhdi müəllim də ki, indi düşməlisən ki, fall eləsən, uzursan da çıxırıq da elə bir ki. O kimi 3-cü cəhdə düşdüm, tullandım 15.57. Deməli 15.57 mən tullanmışam. 56 tullanıb Braziliyalı, nə bilim 55 tullanıb o biri Braziliyalı, Türk tullanıb, o da 50 neçə, çox yaxın gedirik də. Digər 2 cəhdə də fall elədim. Əlim deyir ki, heç olmasa birindi, daha infarkt oldum da deyir, mən burada da 1 santim keçəcəklər səni. Şükür Allah, elə oldu ki, son cəhdimdə 16.89 nəticə göstərdim. Bəlində çox aralandım onlardan. Amma yəni o belə bir maraqlı hadisə olmuşdu. Evet, çox sağ olun, maraqlıdır. Nazim bəy, bugün bizimlə olduğunuz və uğurlarınızı və yolunuzu bu qədər səmimi şəkildə bölüşdüyünüz üçün sizə təşəkkür edirik. Gənc yaşda qazandığınız nailiyyətlər, qarşıya qoyulan məqsədlər, necə fokuslanmaq lazım olduğunu göstərən real nümunəsiz. Sizə gələcək yarışlarda daha yüksək nəticələr, daha böyük arenalarda uğurlar və davamlı inkişaf hazırlayırıq. Çox sağ olun, minnətdaram sizə dəvətinizə görə. Azərbaycan idmanına xidmət etməyə davam edirik. Son olaraq buradan izləyicilərimizə nə deyərdiniz? Onu deyərdim ki, yəni hər kəs idmanla məşğul olsun, sağlam qalsın, fərqi yoxdur. Övladlarını idmana versin. Belə deyim, bugünkü gün kifayət qədər Azərbaycanda bunun üçün şərait var və düşünürəm ki, əgər uşaqlar sağlam olsa, gələcəyimiz də sağlam olacaq. Təşəkkür edirəm. Sport Zona izləyiciləri, idmanın yalnız nəticələrdən ibarət olmadığını, onun arxasındakı əzm, fədakarlıq və inanılmaz hekayələri biz birlikdə kəşf etməyə davam edirik. Yeni buraxılışlarda yenidən görüşmək ümidi ilə bizi izləməyi, paylaşmağı və dəstək olmağı unutmayın.